Günləri və üçlü keçid aktivləşir. Bürclər olaraq evlərin pul, maddiyyat, finans qapılarının açılması olaraq xüsusi günlərdir. 10-u 11-i noyabr. Mars ox atan bürcünə keçid eləyəcək. Venera əqrəb bürcündə olacaq. Merkurin retrosu 9-u 10-u 11 12-sinə qədər daha aktiv vəziyyətdə olacaq. Və Merkurin retrosu əqrəb bürcündə aktivləşdiyi üçün Merkuri pul, maddiyyat, finans deməkdir və səmada pul, maddiyyat qapılarını tam yüksək səviyyədə aktivləşdirəcək. İş, pul, maddiyyat, yüksəliş, yatırım üçün mütləq 10-u 11-i tarixlərindən istifadə edə bilərsiniz və şansınızı, ruzunuzu, bərəkətinizi özünüzə maqnit kimi aktivləşdirə bilərsiniz. Bunlar ən çox ox atanlara, əqrəblərə aiddir ki, daha çox maddisal qapılardan istifadə edə bilərsiniz. Biraz da daha çox belə buğalar özlərinə bu enerjini aktivləşdirə bilərlər. Maddisal enerjilərdən söhbət gedir. Nə edirsiniz? Sol biləyinizə və yaxud da sol əlinizin içərisinə F işarəsinin 9 bucaqlı 9 rəqəmini çəkirsiniz və pulu, maddiyyatı özümə doğru çəkirəm. Pul hardan gəlir, necə gəlir bilmirəm, amma pul mənə doğru gəlib deyib özünüzü aktivləşdirirsiniz. Kaşloquza da çəkə bilərsiniz. Sol biləyinizə, sol əlinizə də çəkməniz daha yaxşıdır. Çünki sağ verir, sol əl isə alır və saxlayır deməkdir. Mütləq istifadə edin.